Özünü sevib, özünə dəyər vermək, bu bədən üçün, bu cism üçün, hər hansı bir həzz edici, daha yaxşı görsənmək üçün, daha başqalarından daha yaxşı özünü göstərmək üçün çalışmaq demək deyil. Özünü sevib, dəyər verən insan özünə qarşı dürüst olur. Hisslərinə, düşüncələrinə və davranışlarına. Hər hansı bir davranış edərin zaman kimis acığına yox, rəfiqəsinin acığına yox. Məsələn, sən həqiqətən də bu insanı sevərək ailə qurmusan, yoxsa rəfiqənin acığına, evdən qaçaraq, ailəndən qaçaraq, ailə qurum deyə ailə qurmusan və yaxud da ki, pul olduğu üçün mü ailə qurmusan? Bax, problem elə buradan başlayır. Sənin o düşüncənin altında hansı məna yatırsa, bugün yaşadıqlarının altının bir qismi də ona bağlıdır. Yəni, hansı bizim bu dünyada yaşadığımız problemlərin günahkarı Allah deyil. Biz biraz çətinliyə düşən ki, başlayır, ay Allah, niyə mən bu çətinliyi yaşayıram, niyə mənim başıma gəlir? Problem Allahdan gəlmir. Problem şeytani enerjidən gəlir, negativdən gəlir. Allahdan sevgi gəlir. Hər hansı bir xoş günümüz olanda çox nadir halda Allah yadımıza düşür. Çox nadir halda. Əgər ən böyük çətinlikdən çıxıb xoş bir enerjiyə düşmüşüksə, o zaman şükür Allaha deyirik. Amma biz istənilən bir problemlə qarşılaşan kimi deyirik ki, ay Allah, niyə mənim başıma bu iş gəldi, mənim nə günahım var, başlayırıq günahlandırmağa. Amma bu problemin kökündə sənin özünlə dürüstlüyün dayanır. Nə qədər saf düşüncə ilə, niyyətlə nəyə yaxınlaşmısansa, onun geri qaytarılışıdır. Yəni, sən özün özündə, içində özünə bir haqq, ədalət formalaşdır. Haqq, ədalət içində olsun. Başqasının acığına, başqasını yaxşı görsənmək üçün, başqasının acığına aləm olsun deyə boşanmamaq. Və bax gör, bu ailədə şiddət, problem və kişinin xəyanəti, hər şeyi var bunun içində. Bax gör, həqiqətənmi sən bu ailəni sevib, dəyər verdiyin üçün saxlamaq istəyirsən? Yoxsa yəni, kimin acığına, nəyin acığına aləm olsun, görsünlər, falan kəsin də ailəsi var. Özünlə dürüst olduğun zaman və bu problemi buraxdığın zaman, inan ki, sənə növbəti qapı açılır və komfort zonandan çıxırsan. Sən komfort zonandan çıxmaq istəmirsənsə, problem o evi bölüşdürmək, uşaqlar falan, sən ümumiyyətlə düşün, gör ki, həqiqətən sən ailə lazımdır, bu insan lazımdır, həqiqətən uşaqlar üçün yaşayırsan, yoxsa uşaqlar da analı, atalı evdə belə yetimdilərsə, sadəcə sən özünün, öz egonu doyuzdurmaq üçün bu addım atırsan. İstənilən iş olsun, sən həqiqətən o işi sevərək işləyirsən, o işi bacardığın üçün, sevdiyin üçün, yoxsa hər hansı bir rəfiqənə sübut etmək üçün mən bu işi bacarıram, oturacam, işdən çıxmayacam, amma əslində o işdə işlədiyin zaman sən bir çox problemlərlə qarşılaşırsan. Həqiqətənmi sən atanla, ananla münasibəti qorumağının səbəbi onları sevməyindir, yoxsa sadəcə alt mənada hansı səbəbdir? Həqiqətənmi uşağını sevir o ana, ona yaxşılıq arzulayırsa, ona gözəl, uğurlu həyat arzulayırsa, o uşaq o çətinliyi yaşamır. Çünki ananın duası, atanın duası həmən həyata keçir müsbət tərəfdə. Yəni, burada insanın bütün həyatı boyu axtarışdadır. Niyə yaşayıram? Böyüməyə, çoxalmağa, ərə getməyə, işə girməyə, universitet. Yəni, həyatımız bu labirintin içində keçir. Və çox nadir halda insanlar bu labirintin içindən çıxır. Çünki həyatı dərk edir. Həyatı hər kəsin universitetə girməsi üçün bu həyata gəlməyib. Hər kəs hər hansı bir işdə ömrünün sonuna kimi işləmək üçün yox. Bir vəzifənin dalınca qaçmaq üçün insan həyata gəlmir. Həyata insan özünün, öz bacarıqlarının, nəyə qadir olduğunun, özünə nə dərəcədə, hansı səviyyədə müsbət enerjiyə, yəni ruhunun mərtəbəsindən qaldıraraq, hansı səviyyədə özünü tapar, özünü inkişaf edər və bununla da paralel şəkildə enerjisini həm uşaqlara, həm öz ailəsinə,
həm yaxınlarına və həm özünə ayıra bilərsə, insan balansı qoruyar. Yox, sən öz həyatına tamamilə uşağa həsr etdin, tamamilə işə həsr etdin, tamamilə başqa insanlara, dosta, kimə, özündən başqa hər kəsə və yaxud da özünə və heç kəsə bu balansı qurmadınsa, sən mütləq ki, özünü tapa bilməməyinin içində olacaqsan və daim, məsələn, materializmin, pulun dalınca qaçmağın, daim hər şeyi özünü tamamilə pula həsr etmək, tamamilə qazanmağa, daha çox pulum olsun, daha çox evlərim olsun müxtəlif məkanlarda, daha çox nəyimsə olsun, ancaq yığam, pul yığam, ancaq yəni mənə olsun hər şeyin yaxşısı. Bunu da ancaq qaçan zaman biz balansı itiririk. Bu zaman ayağımızda ağrılar əmələ gəlir, mədəmizdə ağrılar gəlir, hər şey mən yeyim, hər şey mənə çatsın, başqasına çatmasa da olar. Bu balans, həyat balansımız pozulur. Həyat balansımız pozulanda əlbəttə ki, bugün yaşadığımız hər hansı bir cismani problemlər, fiziki problemlərin ortaya çıxmasına səbəb olur. Və ortaya çıxanda və sən özünə dürüst ol və sual ver. Özünün məhkəməsini qur ki, daxilində mən bu həyatda nəyi səhv edirəm, nəyi düz etmirəm, nəyin balansını pozmuşam ki, hal-hazırda bu problemi yaşayıram. Özünlə dürüst olduğun zaman, problemlərin olduğun kimi qəbul etdiyin zaman, yanlış formada başqasına göstərmək üçün, özündən qaçış etmək üçün çıxmadığın halda, məsələn, ölkədən çıxırsan, özündən qaçış edirsən, problemin var, depressiyadasan, istəyirsən nəyisə bir şey edəsən, məsələn, ölkədən çıxmaq üçün bir səyahət edəsən, rayona gedəsən, harasa gedəsən, nəyisə alış-veriş edəsən və bu proses depressiv və negativ enerjinin təsirində olduğu üçün sən bu beyinlə hər yerə gedəcəksən, eyni situasiya və qayıdan zaman yenə də eyni situasiya, eyni hissləri yaşayırsan. Çünki qaçışdasan, bastırmaqdasan. Nə qədər bastırırıqsa, bu qədər çətin olur problemi həll etmək. Bastırdıqca digər problem üzərə çıxır, başqa bir xəstəlik üzərə çıxır, başqa bir problem üzərinə çıxır. Sonra deyir ki, ay Allah, niyə mən bunu yaşadım? Sən bir özünə sual ver. Niyə yaşayırsan? Nədən qaçırsan? Nədən qorxursan? Niyə özünlə üzləşməkdən qorxursan? Bəli, çətindir. Terapiya çətindir. Özünlə üzləşmək hər insanın işi deyil. Özünə haqq hesab çəkmək hər insanın işi deyil. Biz ancaq başqalarına haqq hesab çəkirik. Başqalarının davranışını biz nümunə göstərib və yaxud da ki, aşağılayırıq. Bir özünə yönəl. Sən nəyi yanlış edirsən? Sən nəyi düz edirsən? Özünlə məşğul ol, öz ruhunla, cisminlə məşğul olsaq, hər kəs bunu etsə, inanın ki, biz başqalarının problemini görmərik. Başqalarına yanaşmaq. Bir də bir şey unutmayın. Biz nə qədər başqalarının problemini gözümüzə görünsə, o qədər daha çoxdur bizdə problem. Çünki özümüzü sakitləşdirir başqasında problem görərək. Çünki onunla biz qidalanırıq, o negativ enerjiylə qidalanırıq. Və nə qədər də başqasına haqqında danışsaq, görsək, o qədər onun problemlərini üzərimizə çəkirik. Ona görə özümüzlə məşğul olmağı və özümüz öz daxilimizdə öz məhkəməmizi quraq və bir niyyətdən, bir dürüst sifətdə olaq. Yəni, o insanı görəndə, hə, mən səni çox sevirəm, amma daxilində sənə nifrət edirəm düşüncəsi olarsa, bugün yaşadığın problemin nəticəsində onun da payı olduğunu, 0,11, 1% olsa da, 5% olsa da, 100% olsa da onun payı var. Təşəkkür edirəm məni dinlədiyiniz üçün.